Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar bəzi vergi güzəştləri tətbiq ediləcək. Prezident İlham Əliyev bununla bağlı vergi məcəlləsinə dəyişikliyi imzalayıb. Belə ki, bu 13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azad olmaları tətbiq ediləcək. Bu azad olmalara aşağıdakılara aid UFON-3 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər gəlir vergisi üzrə azad olma, qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri mənfəət vergisi üzrə azad olma, qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər mənfəət vergisi üzrə azad olma müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiq edici sənəd əsasında malların idxalı əd üzrə azad olma, bütün vergi güzəşt və azad olmaları müvafiq təsdiq edici sənəd əsasında və bir il müddətinə 2025-ci il sentyabrın 1-dən bir il müddətinə tətbiq olunacaq.